Bugün sizlərə paranoid şəxsiyyət pozuntusu ilə bağlı danışmaq istəyirəm. Paranoid şəxsiyyət pozuntusu çox nadir görülən bir şəxsiyyət pozuntusu olsa da, ətrafımızda belə insanlarla mütləq ki, qarşılaşmışıq. Bu cür şəxslər digərlərinə güvənməkdə çox böyük bir çətinlik çəkirlər və aldadıldıqlarını və yaxud da onlara zərər verilə biləcəyini düşünürlər. Əslində şizofreniyaya çox bənzəsə də, şizofreniyadan fərqli olaraq onlarda psixoz olmur, onlarda halüsinasiyalar olmur. Bu şəxslərdə sadəcə düşüncələr olur ki, məni aldadırlar, mən heç kimə güvənməməliyəm, mənə zərər verəcəklər, məni təqib edirlər kimi düşüncələr olur. Paranoid şəxsiyyət pozuntusu olan şəxslər digərləri ilə münasibət qurmaqda çətinlik çəkirlər. Çünki hər kəsin onu aldada biləcəyini, ona hansısa bir zərər verə biləcəyini düşünürlər. Əgər belə şəxslər evlidirlərsə, onların həyat yoldaşları çox böyük əziyyət çəkir və paranoid şəxsiyyət pozuntusu olan şəxslər daha çox kişilər olur və onlar elə düşünürlər ki, onlar hər zaman kimsə tərəfindən aldadılırlar və yaxud da öz yoldaşları tərəfindən aldadılırlar. Hətta onlardan soruşduqda ki, nəyə görə belə düşünürsən və yaxud da sübutun varmı, hər hansısa bir fərqli, heç uyğun gəlməyən şeylərlə izah eləməyə çalışırlar ki, onlar həqiqətən də aldadılırlar. Belə şəxslər hər yerə kamera qoya bilərlər, hər yerdə izləyə bilərlər digər şəxsləri. Və ən böyük problemlərdən biri də budur ki, belə şəxsləri müalicə etmək də çətindir. Çünki onlar hətta terapeutə belə güvənmirlər. Əgər terapevtik münasibət yoxdursa, onsuz da burada belə deyim, müalicədən də söhbət gedə bilməz. Onlar hətta, yəni yenə deyirəm, terapeutə belə güvənmirlər. Çünki terapevtin belə onlara zərər verə biləcəyini düşünürlər. Amma yenə də dərman müalicəsi və koqnitiv davranış terapiyası bu şəxslərin köməyinə çata bilər, əgər onlar müalicəni qəbul edirlərsə.